İnsan özü tərcih edə bilmədiyi şeylər üzərindən başqalarına üstünlük iddia edə bilməz. Və milliyyətçilik düşünürəm ki, artıq modası keçmiş bir şeydir. Milliyyətçilik dağıdıcı dəyərdir. Azərbaycan üçün də xüsusən zərərlidir. İslam Türkün başına gəlmiş bəladır deyərkən adamın nəzərdə tutduğu nədir? Deyir, bizi bir-birimizdən ayırır. Bizi bir-birimizdən ayırır dediyin zaten %80, %90 ana Türk ünsürünün dini İslamdır. Türk tarixinin ən şanlı səhifələrindən birisi Osmanlıdır. Bu zaten İslam mədəniyyətinin ortaya çıxardığı dövlətdir. Yəni sən əgər türkçülük eləyirsənsə və çox qəribə bir şeydir ki, bu türkçülük eləyən insanların bir çoxu, Türkiyədə də bunu müşahidə eləyirsiniz yəqin ki, media üzərindən Osmanlı düşmənidirlər, Səlcuqlu düşmənidirlər. Nə oldu sənin milliyyətçiliyin? Və çox maraqlı bir şeydir ki, türk milliyyətçiliyi eləyənlərin böyük əksəriyyəti türk deyillər, kök olaraq. İslamı sən türkün həyatından çıxartdığın zaman türk deyə bir şey qalmır onsuz da. Bunlar narahat olsalar belə, türk millətinin əsli ünsürü, birləşdirici dəyəri İslamdır. Bu kimi fikirlər səsləndirdilər ki, İslam Türk millətinin başına gəlmiş bəladır və yenə sosial media üzərindən gördüyümüz qədərindən bir çox tarixçilər bunlara həm yazılı, həm də video şəklində cavablar verdilər. Bəlkə işin tarixi tərəfi üzərində çox dayanmağa ehtiyac olmaz. İndi xatırımda qaldığı qədərindən bəzi nöqtələr qeyd edeyim. Birincisi, bu ifadələr bir neçə ayda davam edən ümumi bir İslamofob dalğanın ardıdır. Yəni bunları bir-birindən ayrı olaraq dəyərləndirmək doğru deyil. Deyək ki, adam belə bir fikir səsləndirdi, ya durduq yerə belə bir şey ağlına gəldi, fikir səsləndirdi deyil. Yəni bu hicab məsələsi gündəm edildi və yaxud bunun paralelində Ramazanda müşahidə elədik ki, bəzi media qurumları gündüz vaxtı xidmət göstərməyən restoranlarda çəkilişlər, restoranların önündə çəkilişlər elədilər ki, bu doğru bir şey deyil. Ölkədə minlərlə gündüz vaxtı işləyən restoran olduğu halda sən gedib bir neçə restoranı tələb eləməyin İslam düşmənliyindən başqa bir şey deyil. Yəni bir İslamofobiya dalğası əsdirilir biriləri tərəfindən və onun davamı olaraq bu ifadələrlə də qarşılaşmış oluruq. Təbii ki, bu adamlar özlərinin İslam düşməni olduğunu açıqdan qeyd etmədən bunu deyirlər, amma biz bunu başa düşməyəcək qədər də yəni gerizəkalı deyil. Kimin nə olduğu aşağı-yuxarı bəllidir. İkinci üzərində dayanmaq istədiyim nöqtə budur ki, məxsusən o fikri səsləndirən adamlar elə adamlardır ki, bunlar onsuz da cəmiyyətdə elə şəxsiyyətlərlə tanınırlar ki, bu insanlar nə zamansa çıxıb həqiqətən haqq olan bir şey desələr, insanlar yenə onun əksini düz başa düşəcəklər. Çünki bunların şəxsiyyətinin, əqidələrinin, keçmişlərinin, bu günlərinin nə olduğunu insanlar çox gözəl bilirlər. Çünki bütün proses insanların gözü önündə keçibdir. Hər kəs kimin nə olduğunu çox yaxşı bilir. Və bu insanların İslam düşmənliyi eləməsi bizim üçün sevindirici bir haldır. Çünki məxsusən bu insanlar danışır İslam əleyhinə. Cəmiyyətdə nüfuzu olmayan, nə desə əksi düz qəbul edilən insanlar İslam düşmənliyi eləməsi bizim üçün sevindiricidir. Digər bir məsələ, İslamofobiya dalğasının əsməsi nəyin göstəricisidir? Cəmiyyətdə İslamın insanların həyatına qayıtmasının əks təsiri olaraq görülən bir şeydir. Demək ki, İslam insanların həyatına qayıdır. İslam daha çox yaşanan bir din halına gəlir. Bu da müəyyən dairələri, müəyyən insanları narahat edir. Türkçülük tərəfinə gəldikdə isə özü özlüyündə bizim dinimizin bu mövzudakı mövqeyi zaten bəllidir. Amma dinin mövqeyi ilə yanaşı normal ağıl da buna dəlalət edir ki, insan özü tərcih edə bilmədiyi şeylər üzərindən başqalarına üstünlük iddia edə bilməz. Üstünlük səbəbi başqa şeylər ola bilər. Bəllidir ki, heç bir kimsə milli mənsubiyyətini və ya nəsə etnik mənsubiyyətini özü seçmir. Özün seçmədiyin bir şeydən dolayı mən ondan üstünəm kimi ifadələr və ya fikirlər zərərlidir. Və milliyyətçilik düşünürəm ki, artıq modası keçmiş bir şeydir. Bir 100 il öncəsində, 150 il öncəsində və ya 50-60 il öncəsində müəyyən ölkələrdə bir dalğa kimi əsdi getdi. Ciddi qəbul edilə bilən bir ideologiya deyil. Xüsusən günümüz dünyasında etnik zənginlik daşıyan ölkələrdə bu ifadələr xüsusən zərərlidir. Məsələn, Azərbaycanda etnik olaraq çox fərqli mənsubiyyətlər var. Sən hər hansı bir mənsubiyyəti çox qabartdığın zaman, bunun üzərindən üstünlük iddia elədiyin zaman digər etnik mənsubiyyət daşıyan insanlar özünü səndən görməyəcəklər və qütbləşməyə səbəb olacaq. Bu baxıma din daha birləşdirici bir dəyərdir, amma milliyyətçilik dağıdıcı dəyərdir. Azərbaycan üçün də xüsusən zərərlidir. Biz diqqət etməliyik ki, cəmiyyəti qütbləşdirən nələr varsa, uzun vədədə çox ciddi zərərlər gətirə bilir. Yaxın tariximizdəki bir çox ölkələrdən bunu müşahidə eləmişik. İslam Türk millətinin başına bəladır məsələsinə gəldikdə isə o çıxışı gördüm. Türk milləti deyərkən böyük bir coğrafiya nəzərdə tutur və diqqət eləsəz, zaten bu gün
Türk deyərkən insanların ağlına gələn hansı millətlər var? İstənilən bir adamdan soruşsaq, deyək ki, küçədə hər hansı bir adama yaxınlaşıb desək ki, Türk deyərkən ağlınıza kimlər gəlir? Anadolu türklərini deyər, deyək ki, Azərbaycan türklərini deyər, Mərkəzi Asiya türklərini deyər, Özbəklər, Qırğızlar kimi. Əsasən bunlar deyər. Kiminsə ağlına qaqazlar çox da gəlməz və yaxud orada qeyri-adi bəzi türk soylarının adlarını deyir ki, çox az topluluq mənsubları olan müəyyən etnik qruplardır. Ana türk sütunu deyərkən ağlımıza gələn, yəni Mərkəzi Asiya türkləri, Azərbaycan türkləri, Anadolu türkləri, bunların ortaq dəyəri zaten İslamdır. İslam türkün başına gəlmiş bəladır deyərkən adamın nəzərdə tutduğu nədir? Deyir, bizi bir-birimizdən ayırır. Bizi bir-birimizdən ayırır dediyin zaten %80, %90 ana türk ünsürünün dini İslamdır. Deyək ki, orada 50 min, 100 min mənsubu qalan hər hansı bir xristiyan türk ayrılırsa, əgər sən hansısa bir dini ayrılıq səbəbi kimi qeyd edəcəksənsə, xristianlığı qeyd eləməyin İslamdan daha öncəlikli olmalıdır. Hansı ki, biz buna da qarışmırıq. Yəni, bizə görə İslam haqdır, lakin din seçimi sərbəstdir. Adam İslamı yox, xristianlığı seçir. Biz ona kimisə nədəsə ittiham eləmərik, yəni özü bilər o şeydə. Sadəcə haqqı təbliğ eləyirik, o qədər. Amma sən hansısa bir dinin bölücü olduğunu deyirsənsə, ya adam deməlidir ki, ümumən din bölücü bir şeydir, yəni bir millət var, milləti bir-birinə bölür, ya da ümumən din bölücü demirsənsə, xüsusən İslamı deməli deyilsən, xristianlığı deməlisən. Əgər o çərçivədə yanaşacaqsansa, zaten adamın o qədər düşünəcək səviyyəsi olmadığı bəllidir. Tarixi olaraq da baxdığımız zaman görürük ki, türklər İslamı birincisi könüllü qəbul ediblər. İkincisi, türklər İslamı qəbul etdikdən sonra İslam mədəniyyətinin aparıcı ünsürünə çevriliblər. Hətta bu, türk dövlətlərinin qurulması öncəsində də belə olubdur. Abbasilər xilafətində, hətta Əməvilərin sonlarına doğru, yəni ümumiyyətlə Abbasilər xilafətində artıq aparıcı qüvvəyə çevrilirdi türklər. Sonra da İslam mədəniyyəti üzərindən qurulmuş türk dövlətləri var. Əgər məsələyə tarixi olaraq yanaşacaq olsaq ki, mən tarix tərəfinə çox girməyəcəm, dediyim kimi çox gözəl cavablar verilibdir həmin adama. Amma məsələ nədir? Türk tarixinin gəlmiş keçmiş ən böyük, nəinki türk tarixinin, ən böyük gəlmiş keçmiş imperiya, heç tarixdən, heç nədən məlumat olan insanlardan soruşacaq olsaq, ilk olaraq Osmanlı deyəcək. Türk tarixinin ən şanlı səhifələrindən birisi Osmanlıdır. Bu, zaten İslam mədəniyyətinin ortaya çıxardığı dövlətdir. Sən əgər türkçülük eləyirsənsə və çox qəribə bir şeydir ki, bu türkçülük eləyən insanların bir çoxu, Türkiyədə də bunu müşahidə eləyirsiniz, yəqin ki, media üzərindən Osmanlı düşmənidirlər, Səlcuqlu düşmənidirlər. Nə oldu sənin milliyyətçiliyin? Və çox maraqlı bir şeydir ki, türk milliyyətçiliyi eləyənlərin böyük əksəriyyəti türk deyirlər, kök olaraq. Və çox maraqlıdır ki, ərəb milliyyətçiliyi eləyənlərin bir çoxu ərəb deyirlər. Və hətta milliyyətçiliklə bağlı ciddi araşdırmalar eləyin. Bütün ölkələrdə, xüsusən İslam coğrafiyasında milliyyətçiliyin ön bayraqdarlığını eləyən insanların heç birisi o millətin mənsubu deyirlər. Çox qəribə bir haldır. Türk milliyyətçiliyi eləyənlər Osmanlı düşmənidirlər. Çox qəribə bir şeydir ki, sən əgər milliyyətçilik eləyirsənsə, bu qədər böyük əraziyə sahib olmuş, bu qədər yerlərə gedib çatmış, böyük bir mədəniyyət qurmuş bir dövlətə sən niyə düşmənlik eləyəsən ki? Deyirsənsə ki, əgər doğrusu var, yanlışı var, bunu zaten hamı deyir. Yəni Osmanlı xətası var, doğrusu var. Biz burada Osmanlı müdafiəçiliyi eləmirik. Amma Osmanlı böyük bir dövlət idi. Bunu ağlı başında olan heç kəs inkar eləməz. İslam türklərə nə qazandırıb deyərkən Osmanlı cavab olaraq bəs eləyir əslində. Amma ümumi olaraq köçəri şəkildə yaşayan türklərə şəhər mədəniyyəti gətirdi İslam. Türklər İslamı qəbul etdikdən sonra ərəblərlə, farslarla və digər xalqlarla daha çox sintez halında olduqlarına görə artıq şəhərləşdilər, dövlətçilik ənənələri formalaşdı, dövlətlər qurdular. Digər diqqət çəkici nöqtə odur ki, biz türk mədəniyyətinin günümüzə gəlib çatmış əsas nümunələri üzərindən, məsələn, memarlıqdan danışacaq olsaq, deyək ki, türk memarlığının ən zirvə abidələri. Ağlınıza nə gələcək? Məsələn, Mərkəzi Asiyadakı o möhtəşəm memarlıq gələcək, Səmərqənddə, Buxarada və digər yerlərdə. O, hansı mədəniyyətin gətirdiyi memarlıqdır? İslamın. Və yaxud türk memarlığından danışanda İstanbul, o böyük məscidləri və yaxud Osmanlı coğrafiyasında mövcud olan böyük abidələr hansı mədəniyyətin gətirdiyidir? İslamın. Yəni, sən dövlətçilikdən danışacaq olsan, qurulmuş böyük türk dövlətlərinin əksəriyyəti İslam üzərindən qurulmuş dövlətlərdir. Memarlıqdan danışacaq olsan və yaxud digər mədəniyyət tərəfindən danışacaq olsan, incəsənətdən danışacaq olsan, İslamı sən türkün həyatından çıxartdığın zaman türk deyə bir şey qalmır onsuz da. Necə ki, az bir topluluğun həyatından İslam çıxıb deyək ki, məsələn, Osmanlının son dönəmi, Türkiyənin Qurtuluş Savaşı, pravoslav türklər var. Qurtuluş Savaşında kimə dəstək oldular? Yunanlara dəstək oldular, Osmanlıya qarşı savaşdılar. Osmanlı böyük ərazilərə hakim idi. Fətdən fətə gedirdi, Səlcuqlular və digər türk dövlətləri. Bunların əsas motivasiyası nə idi? Böyük ərazilərə getmək. İlahi kəlmətullah deyirdilər, Allahın adını uca eləmək. Onları
böyük ərazilər tutmağa, böyük ərazilərə sahib olmağa əsas hərəkət verici qüvvələri zaten İslam idi. Yəni İslamı sən türkün həyatından çıxartdığın zaman heç bir mədəniyyəti, tarixi heç nəyə qalmayan bir şeyə çevrilir. Bu mənada təbii ki, bu iddia batildir, boşdur və bunlar narahat olsalar belə türk millətinin əsli ünsürü, birləşdirici dəyəri İslamdır. Anadolu türkləri də, Azərbaycan türkləri də, Orta Asiya türkləri də İslamsız təsəvvür edilə bilməz. Milliyyətçilik dediyimiz bir şey, məsələn deyək ki, adamlar türkçülük deyir. Bu bir etnik bir mənsubiyyətdir də. Dinin insan həyatında doldurduğu sahələr var. Dini insan həyatından çıxardığın zaman onun yerini heç bir ideologiya doldura bilməz. Türkçülük dediyin şey nə gətirəcək insanların həyatına? Elə gülməli şeylər, şamanizmdən danışırlar, tengriçilikdən danışırlar. Bildilər, bilmədilər, nəsə uydururlar. Daha çox utopik şeylər danışırlar. Bugünün dünya reallığı ilə, bugünün dünya siyasi vəziyyəti ilə heç uyğun olmayan utopik ifadələr səsləndirirlər. Yəni, bunlar belə xəyalpərəst, boş adamlardır. Bu dediklərimiz bir insan türkdürsə, türk varlığını inkar eləsin, sadəcə desin ki, mən müsəlmanam, o deyil. Müsəlmanlıq dini bir mənsubiyyətdir. Türk, deyək ki, milli bir mənsubiyyətdir. Türk millətinin mənsubu olaraq öyünə bilərikmi? Böyük şəxsiyyətlər çıxması səbəbilə fəxr eləyər ki, bizim belə şəxsiyyətlərimiz çıxıb. Amma bizim fəxr edəcəyimiz şəxsiyyətlər zaten İslamla uzalmış şəxsiyyətlərdir. Hansı böyük türk sərkərdəsindən, dövlət adamından, kimdən bəhs edəcəksiniz? Zaten İslamla uzalmış adamdan. Dolayısıyla bizim əslində əsli öyündüyümüz yəni İslamdır.